kənddə iki qonşu bir-birini sevmirdi. Birinin ağacının budaqları digərinin bağına keçirdi. Digərinin də heyvanları bu birinin ağaclarının meyvəsini yeyirdi. Kəndin ağsaqqalı birinə mişar, digərinə heyvan daxmaları verdi. Mübahisə edənlər əvvəlcə təəccüblənsə də, hər ikisinin problemi həll olunmuşdu. Ağsaqqalın bu hərəkətindən sonra onlar bir daha dalaşmadılar. Nəyi sizə izah eləməyə çalışırdı? Birinci, biz öz aranızda bir danışın, məsləhətləşin, ortaq qərara gəlin və iki variant səsləndirin. Dalaşmadılar bir daha. Əminamanlıq. Yox, uşaqlar əminamanlıq dediyini düşünmürəm mən. Sülh də bilməz. Yox, nəsə verib onlara məncə ki, onlar onunla sakitləşiblər. Və yaxud nəsə qoyub bəlkə ora. Nəsə belə bəsit bir şey olmalı. O nəsiyyət ola bilər. Biz bir cavab verə bilərik, amma o səhv... İki variant da səsləndirə bilərsiniz. Yəni, bir variant səsləndirsəz, olmasa ikinci variant da səsləndirməyə haqqınız var. Yəni, biz həmin məsələdə söhbətin məğzini deməliyik. Bəli, sizcə uşaqlar sizə hansı sözü izah eləməyə çalışırdı? Sülh. Bəli, söhbət sülhdən gedirdi. Elçin heç ağlının ucundan belə keçməmişdi ya ki... Saqqal məsləhətinə bilmə oldu. Hə, söhbət sülhdən gedirdi. Sizə uşaqlar sülh sözünü izah eləməyə çalışırdı bu hekayə vasitəsilə. Təbrik edirik sizə 15 xallıq Biz heç izahatdan. özümüz də inanmırdıq ki, alınlar birinci dəfədə. Amma deməli, hansısa cümlə, hansısa söz sizə, hansısa cümlə sizə apardı o sülh sözünə doğru. Əminamanlıq dedi.